Herkese salam, kanalıma və videoma xoş gəlmisiniz. Mən Nuray. Bugün kanalımızın məqsədi olacaq ki, sual-cavab videosu. Eləyirdim, mənim kimi blogerlər eləyir. Mən də dedim, niyə eləməyim? Sual-cavab videosunu başlıqdan da gördünüz və bu mənim belirtmək istəyirəm ki, ilk uzun videom olacaq. Həyəcanlı deyiləm, çünki bir neçə dəfə kamera qarşısına çıxmışam. Bəlkə bəziləriniz məni başqa kanallardan tanıyır. Yaxşı onda kanala like atıb abunə olmağı unutmayın. Like attınızsa, abunə oldunuzsa, gəlin onda çox uzatmadan videomuza keçək. Deməli əlimdə bir neçə dənə sual, 30 neçə dənə sual olmalıdır. Yəni hələ tanınmış insan deyiləm deyə çox az insan yazdı. Mən telefondan deyəcəm, çünki hər hansısa bir, yəni o birisi blogerlər kimi dəftərə yazmağı falan axotum yoxdur, ərindim. Ona yazacağam, başlayacağam. Aha, birinci sualımızdan başlayaq. Hobin nədir? Hobim əsasən, yəni mənim sinif yoldaşlarım da bəlkə bilər, çox əsasdır. Siz məni hələ tanımırsınız deyə indi deyəcəm, tanıyarsınız. Mənim hobim, ən sevdiyim, yəni hobi yemək yeməkdir. Çox sevirəm. Həyatımda ən qəşəng şeylərdən biri yemək yemək. Yəni yemək yeyəndə çox xoşbəxt oluram, elə bil. Buna görə hobi sayıram. Yəni başqa yoxdur hobi. Ən sevdiyim hobim yemək yeməkdir. İkinci suala keçək. Deyir ki, fobin nədir? Yəni həminki adam yazıb, buradan olsa şərhləri qoyacağam yorumlara. Deyir ki, fobin nədir? Mənim fobim əslində yemək yeməməkdir. Doğrudan deyirəm, fobim yemək yeməməkdir. Çünki yemək yeməyəndə özümü çox halsız, çox pis hiss eləyirəm. Doğrudan amma yeməyi çox gec yeyirəm, yəni saatlarda. O da ərinlə durub yemək tökməyə, yeməyə. Ona görə ancaq ən sevdiyim hobim yeməkdir, fobim də yemək yeməməkdir. Neysə. Üçüncü sual. Yazıb ki, hansı yeməkləri sevirsən? Bu kimsə məni tanıyır. Hansı yeməkləri sevirsən? Mən əslində çox sevdiyim yemək var, amma ən birincisini deyə bilərəm ki, yarpaq dolması çox sevirəm. Yəni favori yeməyim odur. İkinci ola bilər suplardan geçsək, doğğa, mərci supu və s. Neysə. Ora sonra şey də deyə bilərəm. Yarpaq dolması, üçbacı dolması, dolmalar yəni mənim canım, ciyərim, hər şeyimdir. Keçək dördüncü suala. Deyir ki, oğlan dostların kimdir? Mənim əslində oğlan dostum çoxdur, yəni qonşularım var məsələn onlar. Sonra sinifdəkilərin bütün oğlanlar mənim dostumdur, yəni heç birini ayrı-ayrılıqda çox istəyib, yəni çox sevməmək istəyə qoymuram. Beşinci suala keçirik. Deyir ki, qız dostların kimdir? Qız dostlarım əslində oğlan dostlarımdan azdır. Ancaq bunu deyim ki, yəni sinifin yarısından çoxu mənim dostumdur. Bəziləri var küsmüşəm, bəziləri var heç danışmıram onlarla. Belə. Sonra qonşularım var, sonra məhəllədən dostlar falan, yəni çox var. Sonra alt suala keçək. Altıncı sualda deyir ki, adını kim qoyub? Dedilər ki, yəni sənin adını dayın qoyub. Sonra 7-ci suala keçirik. 7-ci sualda deyir ki, hansı filmi, hansı kinonu xoşlayırsan? Belə demək gəlsə, yəni ən sevdiyim film, kino yoxdur. Amma çox vaxt, yəni bu aralar izlədiyim bir kino var. Deha kinosu, bəlkə baxarsınız. Bir də Lalə, Murad, bir də Sherlock Holmes adlı bir şeydir. Onu da çox bəyəndim. Azərbaycan kinosudur, filmidir. Gedib baxın, tövsiyə edirəm. 8-ci suala keçirik. 8-ci sualda deyir ki, ən sevdiyin dərs nədir? Təbii ki də mənim ən sevdiyim dərs tarixlərdir. Ümumi tarix, az tarix. 9-cu suala keçirik. 9-cu sualda deyir ki, hər hansısa bir bacarığım var. Rəsm çəkə biləm, rəqs eləyə biləm. Rəqsdə kursa getməmişəm, amma qəşəng rəqs eləyə biləm. Rəsmdən getmişəm hazırlıqlara biraz. Yəni rəsmə getmişəm, çəkmişəm, eləmişəm. Ona görə yetənəyim var da biraz. Sonra yəni bacarığım var. 10-cu suala keçirik. Deyir ki, gözəlliyini kimdən almısan? Çox sağ olun. Keçək 11-ci suala. Anamı çox sevirsən, yoxsa atamı? Baxsaq ananı çox sevirəm, çünki ana daha əzizdir də, daha əziz deyib səni, amma atanı da çox istəyirəm, amma ana birinci gəlir.
mən. Aha, keçirik 12-ci suala. Deyir ki, bacım var, yoxsa qardaşım? Qardaşım yoxdur, olmasını da heç vaxt istəmərəm. Bir bacım var, məndən böyükdür. Belə. Heç bir bacı da istəmirəm, mənə bir dənəsi bəsdir. Sonra keçirəm 13-cü suala. Deyir ki, BMW yoxsa Mercedes? Mən Mercedes-də çox sevirəm, BMW-də, amma tərcih olsa BMW-ni seçərəm. BMW, yəni ölürəm. Çox əladır. Sonra deyir ki, 14-cü suala keçirəm bu arada. Deyir ki, həyatda kimə bağlanmaq istəyərdin? Mən həyatda bağlanmaq istəsəydim, anamın yanında olmaq istəyərdim. Yəni, anama bağlanmaq istəyərdim. Keçirəm 15-ci suala. Deyir ki, sənin neçə yaşın var? Mənim indi 2013-də, 13-əmdə 12 yaşım var. Hal-hazırda 12 yaşım var. Neçənci sinifdə oxuyursan? 6-ya gedirəm. İnşallah gələn ildə 7-yə gedəcəm. 7-yə gedəcəm. Ən sevdiyin rəng nədir? Mənim ən sevdiyim rəng 2 dənədir, amma ən çox sevdiyim desəm, ən çox sevdiyim qara rəngdir, sonra mavi rəng. Bir sehir sahibi olmaq istəsən, nəyi seçərdin? Sehir sahibi olsaydım əgər, şeyi tez həll eləməyi seçərdim də. Yəni, bunu elədim, məsələn, dərslər var, tez belə eləyərdim. Dərslər olardı, Selena filmindəki kimi, Selena filmi. Onun kimi və yaxud da uçmaq, keçmişə getmək istəyərdim, gələcəyə falan. Onları istəyərdim. Sonra deyir ki, ən çox sevdiyin telefon markası nədir? Mənim ən çox sevdiyim telefon markası Samsung Galaxy Z Flip 5-dir. İndi onunla çəkirəm, yəni anamın telefonu. Çox sevirəm, doğrudan da məncə iPhone-lardan daha yaxşıdır. Ona görə də Samsung seçirəm. Samsung doğrudan da baxın, görün nə qəşəng çəkir də, yəni bu əla. Sonra deyir ki, son olaraq da şəhərdə yaşamaq istəyərdin, Şəhərdə yaşamaq istəyərdin, yoxsa kənddə? Məncə kənddə yaşamaq daha qəşəngdir. Əhvallı mühitlə, oksigen falan, nə bilim, yaşıllıq. Məncə kənddə yaşamaq daha qəşəngdir. Şəhərdə hər yer doğrudan da pis günlərdir, zibillik. Ona görə kəndi seçirəm. Aha, keçirəm başqa suala. Çox sual verməsin. Ən böyük arzun nədir? Ən böyük arzum məqsədlərimə çatmaqdır. Həyatda ən dəyər verdiyin insan kimdir? Həyatda ən dəyər verdiyim insan ailəmdir məncə. Yəni ailəmdən başqa dostlarım da ola bilər, amma ən çox ailəm. Sonra YouTube kanalı açmaqda məqsədin nə idi? YouTube kanalında açmağa bir neçə blogerlərə baxıram. Doğrudan da xoşum gəlir onlar kimi video çəkməyə. Həm açdım, həm abunə sayısının artması üçün, həm əyləndirmək üçün sizi, həm də özüm əylənmək üçün açmışam. Yəni, başqa məqsəd yoxdur. Hansı bayramı xoşlayırsan? Ən sevdiyim bayram Novruz bayramıdır. Sonra Yeni il bayramı. Novruz bayramı doğrudan çox sevirəm. Çünki orada doğrudan da bir neçə ənənələr var da. Çox şey var ona görə. Sonra Yeni ildir. Çünki Yeni ildə də çox şey olur və çox sevirəm. Sonra hansı filmdə çəkilmək istəyərdin adlı bir sual gəlib. Hansı filmdə çəkilmək istəyərdim? Elə filmdə çəkilmək istəyərdim. Sherlock Holmes'da ki, ən sevdiyin kitab nədir? Ən sevdiyim kitab əslində indi çox oxumuram kitab. Amma belə baxsaq ən sevdiyim Enkaz altındakılar və yaxud da Çatıq adı, bir də 3391 kilometre ola bilər. Çünki onlar əlimdə var və onları almışam. Başqa kitab yoxdur da. Sonra ən sevdiyin oğlan adı. Ən sevdiyim oğlan adı, belə baxsaq mən Nurlan adını çox sevirəm. Yəni Nurlan adı həm mənim adımla bağlıdır. Qəşəng olur da. Məsələn, Nurlan adını çox sevirəm. Sonra deyir ki, ən sevdiyin qız adı. Ən sevdiyim qız adları var. Məsələn, Nurlana, sonra Nigar, Zahirə. Aha. Sonra deyir ki, ən sevdiyim bürc nədir? Ən sevdiyim bürc Oğlaqdır. Yəni bürcüm olmaqla birlikdə. Məncə bir də dolçalar. Bir də dolçalar doğrudan da çox səmimi olurlar mənə görə. Yəni çox sevirəm dolça bürcləri. Sonra deyir ki,
başqa suala keçirəm. Başqa suala keçirəm. Aha. Deyir ki, niyə bu qədər gözəlsən? Çox sağ ol. Nəysə, deyir ki, ən sevdiyin YouTuber kimdir? Ən sevdiyim YouTuber Sempatik. Girin baxın, çox maraqlı şeylər çəkir. Doğrudan da ona elə bir aşiqəm. Hansı xasiyyətini dəyişdirmək istəyərdin? Mən dürüst olmağımı dəyişdirmək istəyərdim. Çünki doğrudan da çox, yəni şey deyirəm. Nə var, hər şeyi düzgün danışıram. Elə bir səhv olduysam, cəmaatın sirrini batıra bilərəm hər an. Ana! Deyir ki, ən sevdiyim mahnı nədir? Ən sevdiyim mahnı nədir? Ən sevdiyim mahnı Kufi odur, sonra Karuseldir. Başqa da bilmirəm. Neysə. Sonra deyir ki, özündə ən bəyəndiyin xasiyyət nədir? Özümdə bəyəndiyim ən yaxşı xasiyyət məncə ədalətdir. Məncə yəni odur. Sonraki suala keçirəm. Deyir ki, 3 dilək haqqın olsaydı nə diləyərdin? 3 dilək haqqım olsaydı nə diləyərdim? Bütün diləklərimin gerçəkləşməsi. Və yaxud da mənə sonsuz dilək haqqı verilməsi. Belə. Amma yəni deyirsə, əgər 3 dənə deməlisən, 3 dənə desəydim biri həmişə xoşbəxt olmaq, həmişə sağlam olmaq, həmişə varlı olmaq. Yəni bu qədər. Aha dostlar, burada suallarımız bitir. Doğrudan da 20 neçə dənə sual oldu. Deməli, burada suallarımız bitir və videonu sonlandırıram. Hər birinizə sual yazdığınız üçün çox təşəkkür edirəm. Doğrudan da bu videonu çəkmək istəyirdim və mənə dəstək oldunuz. Sizi çox sevirəm. Kanalıma like atıb abunə olmağı unutmayın. Sağ olun.